Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle yeni il dekoru hazırlayacağıq. Qış nağılı abu havasındadır. Müşterimin mənə göndərdiyi şəkil üzrə işləmişəm. Ümid edirəm ki, sizlərin də ürəyinizcə olacaq. Və yeni il bizim həmrəylik günümüzdür. Bütün yəni təqvim yenilənir. Hər tərəfli bayramdır, belə deyim. Və hər detalı da çalışdım ki, bu nağıl qutumuzda əks etdirim. İlk öncə bizə korpus üçün kardon qutu lazım olacaq. Əlimdə elə bir qutu var idi ki, tam istədiyim ölçüyə uyğun idi və altlığı isə penoplastdan, amma bərk olmalıdır. Penoplastdan hazırlayacağım. Onu da kardondan hazırlaya bilərsiniz. Əgər qutu əlinizdə hazır formada yoxdursa, yenə onu da kardondan hazırlamaq olar korpusu. Amma elə bu sifarişdən bir gün qabaq atam çoxlu kardon qutular gətirmişdi. Bilir ki, bu işdə mənə lazım olur. Tam istədiyim ölçüdür. Yəni çünki kardon həm korpus yığmağa vaxt gedir, həm zəhmətli işdir. Bu hazır qutu çox köməyimə çatdı. Həm əl əməyinə qənaət oldu, həm zamanıma. Penoplast işini isə ən böyük dəstəkçilərindən biri qaynanam təşkil eləyir. Altlıq hissəni istədiyiniz rəng bükə bilərsiniz, amma çalışın dekora uyğun olsun. Nə qədər üzərini biz sintefonla örtsək də kənar boşluqlardan görünəcək. Ona görə ya qızılı rəng, ya da dekora uyğun rəng seçin. Daha rahat yapışması üçün qutunun alt hissəsini bu formada kəsirəm. Tam axıra qədər də kəsməyin. Və üzərinə isə zərli əmək maçalkası yapışdıracağım. A4 ölçüdə almaq olar. Bunun üçün sizə 4 ədəd A4 ölçü lazım olacaq. Mən çox istifadə elədiyimə görə vatman ölçü, ya A2, A1 ölçü alıram. Və başlayırıq qutunun üzərini bükməyə. Qutunun üst hissəsinə isə mən səmanı xatırlatması üçün mavi göy rəng tonlarında əmək maşakası yapışdırmağı düşünürəm. Amma alt hissədən də əvvəlcə ağ kağız yapışdırdım ki, yəni biraz qalınlığı olsun. Çünki kardonun qapaqları əmək maşakasının altından bilinəcək. Və mavinin müxtəlif tonunu istifadə edə bilərsiniz, göy rəngin fərqi yoxdur. Üst hissənin şəkillərini isə bu formada kompüterdə yığmışam. Yəni yazını mən maili formada yazdım. Əgər özünüz yazmayacaqsınızsa, ekran görüntüsü götürüb kserokopya yerində, mərkəzlərində özünüz də hazırlada bilərsiniz. Və hər zamanki kimi mən şəkillərin üzərinə skoç yapışdırıram və yaxud da şəffaf vinil. İnce detallarda skoç istifadə eləmək rahatdır, amma böyük hissələrdə isə jurnal üz qabıqları üçün nəzərdə tutulan şəffaf vinil var. Ən çox kitab üzlərində, jurnal üzlərində istifadə olunur. Onu yapışdıracağım. Mənim bunun bir izləyici də soruşmuşdu ki, hansından istifadə edirsiniz? Kiçik detallarda skoç yapışdırıram, böyük hissələrdə isə vinil. Və vinili yapışdırandan sonra bacardığım qədər videoda göstərməyə çalışıram. Vinili yapışdırıb üzərindən bir dəfədə bərk bir, məsələn bıçaqla, qayçı ilə vinili daha möhkəm yapışmasını təmin eləyin ki, rənglər parlaq olsun. Bu formada, yəni bütün şəklin üzərinə vinili tam yapışdırıb, indi sizə yaxından da göstərəcəm. Videoda tam bilinmir. Tam olaraq, baxın orta hissədən demək olar ki, rəng fərqi çaları bilinir. Digər videolarımda da qeyd etdiyim kimi, bunu yapışdırmaqda məqsədim bir günlük, 5 günlük əl işi hazırlamaq deyil, illərlə istifadə olunsun. Çünki işıq düşdükcə rənglər sola bilir. Bu vinili yapışdırdıqda isə şəkillər parlaqlığını hər zaman qoruyur. Şəkillərin bəzisində yalnız orta hissəyə skoç yaxud vinil yapışdıracağım. Çünki kənar hissələri kəsəcəm ki, boyaya bilim. Yəni belə deyim, dekoru öncədən planlaşdırın ki, hansına tam vinil çəkəcəksiniz, hansına isə yarımçıq. Və qutunun qapaq görüntüsünü əldə eləmək üçün kənarlarından 1,5-2 sm arası ölçüdə kardon yapışdıracağım və kardonun da üzərinə yenə də zərli əmək maşakası yapışdıracağım. Bu formada sanki nağıl qutusunun görüntüsünü əldə eləmiş olacaq.
Künc hissələrə isə 2 sm-lik maşalka kəsdim ki, bu formada bükę bilim, yəni hər iki tərəfi tutsun. Və altlıq hissədə kardonda belə bir görüntü var. Onu da qapatmaq üçün yenə maşalkadan kəsdim. Yarım santimetrlik ölçü kifayət eləyir. Bu formada qutumuz həm daha gözəl və daha səliqəli göründü. Amma qapaq hissənin künclərini saxlamışam, çünki qaş və sintifon yapışdıracağım. Və cərgə qaşdan hər tərəf üçün 2 cərgə kəsəcəm. Bu formada digər künclüklərə və kənarlıqlara yapışdırırıq. İndi isə başlayırıq kənar divarlara şəkilləri yapışdırmağa. Belə bir dekor var, amma ki künc hissələrə çox çıxıntı var. Ona görə onu kəsib aşağı hissəyə doğru yapışdıracağım. Bu formada qutumuzun ön hissəsi bəzəndi. İndi isə yan tərəflərə başlayıram və şəklin kənarlarını qayçı ilə deyil, əllə kəsirik ki, həm daha maraqlı, təbii görünür, eyni zamanda boyadıqda sanki keçid təşkil eləyir, belə deyək, dəqiq kontur olmur, keçid formasında olur. Bayraqların bəzisində dirək görüntüsü var idi. Onun üçün mən zərli maçalkadan istifadə edəcəm. Qara maçalka da olar, qara keçə də olar, hətta heç biri yoxdursa adi qara kağızdan hazırlaya bilərsiniz. İndi isə şəkillərin kənarını gümüşü dırnaq boyası ilə rəngləyirəm ki, itsin. Yəni kənar hissələrə baxın, rənglənməyən yerlər ağ rəngdə çox nəzərə çarpır. Bu formada daha səliqəli və itmiş olur kontur xəttləri. İndi isə qutunun altlıq hissəsini bəzəməyə başlayıram. Mən bu bayramı həm milli dekorlar da əlavə elədim ki, yəni bu həmrəylik günümüz eyni zamanda milli dekorlarla tamamlanmış olsun. İstəsəniz göy adi lent də vura bilərsiniz. Ön hissəyə isə dəmirdən belə şəbəkə var, onu yapışdıracağım. Qutunu altlıq hissənin üzərinə yerləşdirəndən sonra sintifonla üst və aşağı hissəni bəzəyirik və daha sonra ulduzumuzu yapışdıracağım orta hissəyə. Son olaraq dekorumuza işıqları əlavə edirik. Mən batereya ilə işləyən işığa üstünlük verdim. Çünki məktəb və stolüstü istifadə olunsun və 3 rejimi var. Sürətli yanır, asta və yanıb sönmür. Bu formada sintifona yerləşdirdim və son uc hissəsini isə yolkanın üzərini bəzəyəcəm. Yolkamız da işıqlı olsun. Onu da deyim ki, sim hissələrin üzərinə sintifon yapışdırdım ki, görünməsə daha yaxşı olar deyə düşünürəm. 2 ədəd işıq lazım oldu. Biri altlıq hissədə, digəri isə üst hissədə. Yalnız işıqlar həm pambığın sintifonun arasından görünsün, eyni zamanda üst hissədə. Yəni
bütün işıqları üst hissədə qoymayın, yaxud da hamısını sintefonun altında qoymayın. Hər iki forma daha gözəl görünür və nağılları xatırladır həqiqətən. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək. Kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın. Hələlik.